Oğlan işdən gələrək çığır-bağır salmağa başladı. Yataqda yatan xəstə atasının üzərinə çığırmağa başladı ki, sən hələ ölməmisən, yenə yaşayırsan. Sən nə vaxt öləcəksən, bizim canımız səndən qurtaracaq. Amma ata bundan çox mütəəssir oldu. Getməyə bir yeri yox idi. Heç bir yerə də gümanı yox idi. Xəstə və zəif olduğundan oğluna sığınmışdı. Bundan ata çox peşman olurdu. Oğul hər gün gəlib atasının yaşadığını görəndə onun üzərinə qışqırır və onun hələ yaşadığını ona peşman eləyirdi. Amma halbuki oğlu bu yerə çatdırmaq üçün ata bütün ömrünü, gününü ona sərf etmişdi. Onun bu yerə gətirib çıxarmışdı. Artıq ata bu əziyyətlərə dözə bilmirdi. Bir gün oğlan yenə işdən gəlib çığır-bağır salaraq, qapını çırparaq atasına qışqırdı ki, sən hələ yenə yaşayırsan. Artıq oğlanın bu tənəli sözünə onun həyat yoldaşı dözə bilməyib onun qarşısına çıxdı. Dedi ki, sən niyə belə edirsən? Axı o sənin atandır. Heç utanmırsan, atana qarşı belə bir hərəkət edirsən. Bundan ata çox kövrəldi. Gəlinin bu xoş sözlərindən ağlamaqdan özünü zorla saxladı. Çünki gəlini onun oğlundan daha çox ona mərhəmət göstərdi. Aydın məsələdir ki, yaşlı insanlar həmişə mərhəmət gözləyirlər. Onlar körpə uşaqlar kimi olurlar. Mərhəmətli sözlərdən sevinirlər. Beləliklə, ata öz yaşayışına doğrudan da peşman olmuşdu. Çünki onun belə bir nankör evladı vardı. Bir gün gəlin qaynatasının otağına daxil olarkən gördü ki, qaynatası artıq dünyasını dəyişib. Ata gecə yatmazdan əvvəl Allahına dua edib yalvardı ki, artıq o bu əzablara dözə bilmir. Onu bu əzabdan qurtarsın. Allah onun canını alsın. Özünün də, balalarını da əzab-əziyyətdən qurtarsın. Və bu duanı edib yataraq gözlərini əbədi olaraq yummuşdu. Oğul atasının yataq otağına girib onun ölüsünü görəndə nə ona əl vura bildi, nə ona yaxınlaşa bildi. Bu qorxudanmı, xəcalətdənmi, nədənsə atasına yaxınlaşa bilmədi. Orada dayana bilməyib bayıra çıxdı. Vaxt zaman tez ötüşür deyərlər. Belə oldu ki, oğul da yaşlanıb yatağa düçar oldu. Yataq xəstəsi oldu. Bu oğlanın 4 qızı var idi. Amma həmişə Allahdan oğul istəyirdi. Amma Allah Taala ona oğul evladı verməmişdi. 4 qızına da yaxşı davranmırdı. Onlara da deyirdi ki, mənə oğul evladı lazımdır. Sizdən mənə nə olacaq? Mən qız evladını istəmirəm.
bu sözləri onların üzünə deyirdi. Amma ata yatağa düşəndən sonra qızları ona çox yaxşı davrandılar. Biri yeməyini gətirirdi, biri əllərini sığallayırdı, biri dərmanını gətirirdi. Biri yatağının üstündə, başı üzərində dayanırdı, daim onun qulluğunda dururdular. Oğul buna baxaraq qızlarına deyirdi ki, siz mənə çox yaxşı davranırsınız, amma mən atama qarşı çox pis olmuşam. Yaxşı davranmadım ona qarşı. Siz belə etmirsiniz. Böyük qızı atasını susturaraq dedi ki, yox ata, mən səninlə babamın arasında olan sirri bilirəm. Dedi, nə sirri qızım? Dedi, babam mənə söylədi ki, bunu heç kəsə demə, mən bunu sənə deyirəm. Oğlum məni çox istəyir, çox sevir. Amma gəlinim mənə baxsın deyə o mənim üzərimə qışqırır, bağırır. Çünki bilir ki, onun yoldaşı xoş qəlblidir, iyi bir insandır. O atasına baxacaq. O ona görə belə hərəkət edir. Amma gecələr siz yatandan sonra o mənim yanıma gəlir, əllərimi öpür, məni bağışlamağımı arzu edir. Hətta siz evdə olmayan gün o məni götürüb dəniz kənarına çıxardı, aparıb orada gəzdirdi. Mənə xoş rəftar göstərdi. O mənə çox iyi davranır, qəlbimə dəymir. Bunu eşidən oğlan dedi, qızım, kaş bu eşitdiklərim doğru olaydı. Mən atama qarşı elə olmamışam. Atamın arzuları elə olub. Mən ona qarşı çox pis davranmışam. İşləyirdim, əsəbi, hissli şəkildə evə gəlib, onun üzərinə çığırırdım. Çox əfsuslar olsun. Siz belə olmadınız. Siz mənə qarşı çox yaxşı davranırsınız. Amma atam məni hörmətdən salmamaq üçün, məni sizin gözünüzdə ucaltmaq üçün sənə belə deyib. Ata, görürsünüz ata qəlbini, hətta pis vaxtlarında da belə öz övladını pis yerdə qoymaq istəmir. Ona görə kimin ata-anası sağdırsa, onların qədrini bilsin. Onlara hörmətlə yanaşsınlar. Çünki yaşlı insanlar həmişə qayğı axtarırlar. Unutmayın ki, böyük olan evdə həmişə xeyir, bərəkət olar, nur olar. Heç vaxtı böyük olan evdə hörmətsizlik olmaz. Yəqin ki, bir çoxlarının evində də belə evladlar var. Amma həmin evladlardan xahiş edirəm ki, valideynlərinin qədrini bilsinlər. Onlara hörmətlə yanaşsınlar. Vaxt gələcək, onlar özləri də yaşlaşacaq. Atalar misalımız var, deyir, nə atarsan aşına, o da çıxar qaşığına. Hər bir valideyn öz uşağına əyanı nümunədir. Uşaq baxıb, valideynin hərəkətlərini götürür. Elə etməyin ki, siz də yaşlaşanda evladlarınız başınıza həmin oyunları açsın. Gəlin arzu edək ki, Allah bizi elə evladlardan uzaq eləsin. Xoş evladlar bizə nəsib eyləsin. Bir-birimizə can deyib, can eşidəyin. Çox sağ olun, minnətdaram, diqqətinizə görə çox sağ olun.